Azərbaycan Dövlət İqtisad Universitetində təntənəli məzun günü keçirilib. Bakı Kristal zalında keçirilən tədbirdə universitet rəhbərliyi, professor, müəllim heyəti, məzunlar, valideynlərlə yanaşı dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. İlk olaraq ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edilib, dövlət himni səsləndirilib. Daha sonra çıxış edən rektor Ədalət Muradov məzunları təbrik edib. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin tarixində şərəfli günlərdən biridir. Bu gün növbəti məzunlarımızı yola salırıq və 2026-cı ildə universitetimizi 6091 nəfər bitirir və əminik ki, onlar bizim ölkəmiz üçün layiqli vətəndaşlar olacaqlar. Xüsusilə qeyd etmək istəyirəm ki, bu məzun günü bizim universitetimizin həm də ciddi bir sınaq tədbiridir. Biz yetişdirdiyimiz məzunları sanki cəmiyyətə təqdim edirik. Bu sanki bir güzgüdür, bizim məzunlarımızın əksini göstərir və mən o güzgüdə bizim məzunlarımızı möhtəşəm gördüm. Məzun günündə UNİK-in universitet daxili 2 diplom proqramının 20 məzununa, eyni zamanda Fransanın Montpellier Universitetindən ikili diplom proqramını uğurla bitirən 11 məzuna diplomlar təqdim edilib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibat Fakültəsinin məzunu olmuşam. Mən bu 4 il müddəti ərzində bir sıra dostluqlar qazandım və bununla yanaşı bir sıra biliklər əldə etdim və bu mənim həyatımda mühüm dəyişikliklərə səbəb oldu və gələcək öz həyatımda da hiss edirəm ki, mən bu sahə üzrə daha da yüksək vəzifələrə qalxacağıma ümid edirəm. Bu gün burada olduğuma çox xoşbəxtəm, məzun olduğuma, bakalaur təhsilimi bitirdiyimdən çox xoşbəxtəm. Bir sondan daha çox başlanğıc aurası var burada. Düşünürəm ki, bura mənim karyerama, başlanğıcıma möhtəşəm töhfə verdi UNİK mənə. Həmçinin mübadilədə oldum bu 4 il ərzində. Mənə çoxlu dostlar, müəllimlərim təcrübələr və mənə bir əhatə yaratdı. Mən çox xoşbəxtəm ki, bu universitetdə, bu fakültədə, bu ixtisasda oxuyuram. Həm də universitet təkcə mənə təhsillə yanaşı, həm də çoxlu dostlar qazandırmışdı. Məzun günü ənənəvi papaq atma mərasimindən sonra məşhur müğənnilərin ifasında konsert proqramından davam edir.